Xəbər verdiyimiz kimi əməkdar jurnalist Xoşqədəm Hidayət qızına növbəti ağır itki üz verib. Xoşqədəm Hidayət qızının atası Hidayət Baxşəliyev 7 iyun tarixində səhər saatlarında dünyasını dəyişib. Jurnalistin atası mərhum Hidayət Baxşəliyevin yas mərasimi 9 iyun saat 11:00-da Heydər məscidinin mərasim zalında olacaq. Xoşqədəm Baxşəliyevanın bir neçə həftə əvvəl anası Ofeliya xanım da dünyasını dəyişmişdi. Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.